Tapdığı böyük məbləğdə pulu sahibinə verdi. 15 yaşlı məktəblinin etdiyi hərəkət böyük rəğbətlə qarşılanıb. Nə pulu saymadım, indi neçə manat idisə də o uşaqların üzünə gözlərini öpdüm ki, bax, dəyməyin. Maraqlı hadisə Tovuzda baş verib. Rayonun Əyublu kənd sakini 8-ci sinif şagirdi İdris Abbasov inşaat malları mağazasının qarşısından portmanat tapıb. Pul kisəsini açarkən içində xeyli pul və sənədlər olduğunu görüb. Yeniyetmə tapdığı pulları, sənədlər və pul kisəsi ilə birlikdə yaxınlıqdakı obyektin sahibinə təqdim edib. Çağırdım Eyvaz dayı, gəldi bizim üzümüzdən öpdü. Kimdir Eyvaz dayı? Orada bir dənə zat satır, dəmir zat satır. İnşaat materialı. İnşaat materialları. Gəldi, elədi, deyir ki, halal olsun sizə, siz yaxşı, böyüksüz, elədi. Sonra dedi, gəlsinə verəcəyik. Uşağın bu hərəkətini yüksək qiymətləndirən mağaza sahibi məktəbliyə etdiyi jestə görə mükafat qismində pul təklif etsə də, İdris Abbasov bundan imtina edib.